Azərbaycanla Türkiyə arasında əməkdaşlıq çərçivəsində Azərbaycan işçilər tələb olunur və bunu Dövlət Məşğul Agentliyi göndərəcək. Müraciətlərinizi göndərin, CV'niz uyğun olduğu təqdirdə artıq sizinlə əlaqə saxlanılacaq. Gəmiçilik sahəsindədir vakansiyalar və otel sektorundadır. Ümumilikdə 500-ə yaxın vakansiyadır. 450-si oteldə, 20-si gəmidə. Otel sahəsində resepsiyondur, barmendir, aşpazdır, ərinci tədbirlərində işçidir, qonaqların iş üzrə əməkdaşlar və s. Gəmiçilikdə də motorçu, aşpaz, matros, bosman, yəni müxtəlif belə cür vakansiyalardır. Təyyarə bileti, qalmaq, yemək, içmək hamısı qarşılanır, sığortayla qarşılanırsınız. Sadəcə gedib orada işinizi görmək lazımdır və bunun qarşılığında da sizə maaş veriləcək. 1700 dollara qədər maaşdır. 6 aylıqdır layihə. Kimlərə maraqlıdırsa, xaricdə iş @sosial.gov.za saytına göndərin CV-nizi və yenə də deyirəm, ətraf məlumat əldə etmək istəyirsə, Dövlət Məşğul Agentliyi saytına girə bilərsiniz, 142-yə zəng vura bilərsiniz və yaxud da bundan heç birinə deyə bilmirsə, mənə yazın, linki göndərin, oxuyun sizdə.